Süfrələrin bəzəyi həm də ki, uşaqların məktəb sumkasına qoya biləcəyiniz dadlı bir poğaça resepti. Mütləq hazırlayın, çox dadlı alınır. Əvvəlcə qaba 150 qram kərə yağı, 100 qram duru yağ, 1 xörək qaşığı sirkə, 1 yumurta, 1 yumurtanın ağını əlavə eləyirəm. Üzərinə bir başqa qabartma tuzu, 1 stəkan xama və ya qatıq, duz, istiot, sarı kök, 1 dəstək xırda doğranmış şiyüd əlavə eləyib xəmir yoğururam. Xəmir üzünü gözləyən kimi içliyini hazırlayın. İçliyinə isə kəsmik və Holland pendirdən istifadə elədim. Sonra isə xəmirdən biraz götürüb əlimlə açıb içliyini doldurub piraşki formada bükürəm. Bu formada büküb hamısını bitirdikdən sonra üzərinə yumurta sarısını çəkib 180-200 dərəcədə sobada bişirirəm. 15-20 dəqiqə qədər bişirirəm. Bişirdikdən sonra çıxardıb nuş eləyə bilərsiniz. Çox dadlı alınır, mütləq hazırlayın. Dadlı reseptlər üçün isə izləmədə qalın.